Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike la ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Sallallahu aleyhi ve ala alihi ve sahbihi ve selleme teslimen kethira ama ba'd. Biz Allah Nebisi sallallahu aleyhi ve sellemin şemail, yani xüsusiyyətlərini götürdük kitabdan dərsimiz devam edirik. Şemail Nebi kitabından. Bəb məcə fit taracüli Rasulillahi sallallahu aleyhi ve sellem. Yəni Allah Nebisi sallallahu aleyhi ve sellemin saçının daraması haqqında nə varid olmuşdur. Müəllif bu fəsildə Allah Nebisi sallallahu aleyhi ve sellemin saçına baxması haqqında, onu daraması haqqında, onu təmizləməsi haqqında, yəni ümumi geniş fəsildə bu məsələlər gətirmişdir. Və bilirsiniz ki, Allah Nebisi sallallahu aleyhi ve sellem hər sahədə, hər məsələdə də orta yolda idi. Eləcə də saç darama məsələsində də orta yoldaydı. Çünki saç məsələsində bəzi insanlar var ki, ifrata varır, bütün məşğuliyyətini yəni ona ayırır. Bəzi insanlar da var ki, yəni bunu səhlənkar yanaşır, saçına vaxtı-vaxtında yumurlar, daramırlar. Ona görə Allah Nebisi sallallahu aleyhi ve sellem bu məsələdə geyimdə, saç daramasında da ifrat və təfritin arasındaydı, orta yoldaydı. Müəllif 32-ci hədisi gətirir. Hədisi Ayşə radiyallahu anhə, möminlərin anası Ayşə radiyallahu anhə rivayət edir. Buyurur ki, kuntu uraccilu ra'sa Rasulullah sallallahu aleyhi ve sellem və ənə həydun. Və mən deyir, heyiz olduğum halda Allah Nebisi sallallahu aleyhi ve sellemin saçlarını darayardım. Bu hədis dəlildir ki, qadın heyiz olduğu halda belə, həmçinin adi halda belə ərinin saçını daraya bilər və bu icazəlidir. Eləcə də həmçinin heyizli halda qadına toxunmaq caizdir, hədis ona dəlalət edir. Çünki bəzi dinlərdə, batil dinlərdə olub ki, onlar heyizli qadını natəmiz hesab edirdilər, yəni pak hesab etmirdilər. Onu icazə verməzdilər ki, heç bir şeyə toxunsun. Lakin bu dinimiz əlhamdülillah İslam dini və pak dinimiz bunun əsassız olduğunu bizə bəyan edir və Peyğəmbər sallallahu aleyhi ve sellem də həyatında bunu bizə örnək olaraq göstərir. Sonra müəllif 30-cu hədisi gətirir bu fəsildə. Hədisə Ənəs bin Məlik rivayət edir. Buyurur ki, Kənə Rasulullah sallallahu aleyhi ve sellem yukthiru dəhna ra'sihi və təslihə lihiyyətihi və yukthiru qinaə həttə kəənnə thobbəhu thobbu zəyyət. Deyir ki, Allah Nebisi saçına çox yağ sürərdi və saqqalını tez-tez darayardı və başını örtməyi, yəni baş örtüsündən şimaq deyirlərdi. Onun ərəb dilində, ərəblərdə məşhur olan adətlər bunu örtüydü, istifadə edərdi. Hətta bəzən üstündə paltarlarında yağ ləkələri olardı. Hədis zəifdir. Hədisin bu son kəlməsi ki var, son hissəsi ki var. Hədis ümumiyyətlə zəifdir, son hissəsinə görə əsas. Çünki hədisin son ləfsi səhih hədislərə müxalifdir. Hədisi isnadı zəifdir. Hədisdə olan Rabiə ibn Sabih saduq ravidir və hissində, yəni hissi zəifdir. Hissində zəifliyi var və həmçinin də özü abid olmağına baxmayaraq, lakin münkər hədislər rivayət elədiyinə görə onun rivayət etdiyi hədis zəif hesab olunur mühəddislər arasında. Eləcə də həmçinin səhih hədislərə müxalifdir. Və sonra müəllif qeyd edir ki, səhih hədislərdə bəli, Allah Nebisi sallallahu aleyhi ve sellemin saçına və saqqalına yağ sürməsi haqqında varid olub. Lakin digər hədisdə keçən ləfslər səhih rivayətlərə müxalifdir. Əksinə Allah Nebisi sallallahu aleyhi ve sellem daima paltarlarına diqqət edərdi, geyiminə və həmçinin də təmizlənməyinə. 24-cü rivayətdə keçir Ayşə radiyallahu anhə buyurur ki, yenə möminlərin anası, İn kənə Rasulullah sallallahu aleyhi ve sellem yuhibbut tayammunu fi tuhurihi izə tatahhara və fi təracculihi izə təracculə və fi intialihi izə intialə. Deyir ki, Allah Nebisi sallallahu aleyhi ve sellem dəstəmaz və qusul alan zaman sağ tərəfdən başlamağı sevərdi. Həmçinin də saçını daradığı zaman saçının sağ hissəsindən başlayardı daramağa və ayaqqabısını geydiyi zaman isə sağ ayaqdan başlayardı geyinməyə. Yəni Allah Nebisi sallallahu aleyhi ve sellem bütün o yaxşı işlərdə sağ tərəfi üstün tutardı, öndə gətirərdi. Ona görə də Allah Nəbisinin
sünnəsindəndir ki, yaxşı işlərdə insan sağı önə çəkməlidir mütləq. Eləcə də bu babda İmam Buxari və Müslim rivayət etdiyi hədisdə buyurur ki, "Və fi şə'nihi kulli", yəni bütün xeyir işlərində, yaxşı işlərdə sağ tərəfdən başlayardı. Hətta bir şey verəndə, bir şey alanda belə sağ tərəfdən başlayardı. Dəstəmaz alanda da sağ əlindən başlayardı, sağ əlini yuvardı öncə, sonra sola keçərdi. Həmçinin saçını darayanda sağ tərəfdən başlayardı, saçının sağ hissəsini daramağa, başın sağ tərəfini, sonra sol tərəfini darayardı. Və eləcə də ayaqqabısını belə geyinəndə, yəni öncə sağ ayağı geyinərdi, sonra sol ayağı geyinərdi. Bu hamısı sünnədəndir və hətta insan çalışmalıdır ki, bunu bütün xeyir işlərdə tətbiq eləsin. Hətta bir şey verəndə, alanda, hətta marketdən alış-veriş edəndə, pul verəndə sağ əlinə ver, həmçinin və sağ əllə al və s. Bunlar hamısı nəyə daxildir? Yəni hörmət olması işlərdə, xeyir işlərdə sağ əl önə çəkməlisən. Hətta məscidə daxil olanda misal üçün sağ ayağına girirsən, yemək yeyəndə, bir şey içəndə sağ əlinlə yeyirsən, içirsən, görüşəndə sağ əlinlə görüşürsən, bir şey verəndə alıb sağından verirsən, paltar giyəndə sağdan edirsən. Bunun əksi olan şeylər isə soldan istifadə edirsən. Ayaq yolundan çıxanda, həmçinin məsciddən çıxanda, həmçinin burnunu təmizləyəndə, dəstəmaz zamanı və digər hallarda. Allahu aləm. Sonra müəllif gətirir 35-ci rivayəti gətirir bu fəsildən. Hədisi Abdullah ibn Mughaffal radiyallahu anhu rivayət edir. Buyurur ki, Allah Nebisi sallallahu aleyhi və səlləm nəhə Rasulullah ən-tərəccülə illə qibbən. Allah Nebisi, yəni arabir olmaq şərti ilə tez-tez saç daramağı qadağan etmişdir. Yəni arabir olmaq şərti ilə tez-tez saç daramağı qadağan etmişdir. Yəni bunun mənası nə deməkdir? Yəni insanın saç daraması onu məşğul etməməlidir. Yəni insanlar var ki, yəni saç daramaqla məşğuldur. Günlərinin çox hissəsini hər saatdan bir saçına baxır, saçını darayır. Yəni özünü məşğul eləyir bununla. İnsan bu şeydə də orta yolda olmalıdır. Nə ifrat eləməməli deyil saç daramaqda, nə də həddən artıq yəni məsələləri diqqətsiz, səhlənkar yanaşmamalıdır. Saçı dağınıq halda gəzməli deyil. Amma orta yolda olmalıdır. Ona görə bunun mənası təbii ki, burada hədisdə qadağanlıq məşruh dərəcəsindədir. Yəni ki, insan bu məsələdə də orta yolda olmalıdır, saç darama məsələsində. Arabir olmaq şərti ilə tez-tez daramaq da bəyənilmir. Sonra müəllif bu fəsildən 36-cı hədisi rivayət edir. Hədisi deməli Abdüssəlam ibn Hərb, Zeyd ibn Əbi Xaliddən, o da Əbi Alə Əl-Əbudidən, o da Hümeyd ibn Abdurrahmandan, o da Allah Nebisi sallallahu aleyhi ve sellem sahabələrinin birindən işitir ki, Allah Nebisi sallallahu aleyhi ve sellem hərdən bir istisna olmaqla tez-tez saç daramağı qadağan etmişdir. Yəni burada Allah Nebisi sallallahu aleyhi ve sellem sahabələrinin hər hansı birinin ismi keçmədiyi hədisin isnadında. Bu da hədis ilminə görə cəhələtü səhabi ilə yətədur. Yəni sahabələrin adının məlum olmaması, bəlli olmaması hədisin səhliyinə zərər vermir. Hədis hamısı sahabələr çünki hamısı uduldur, ədalətlidir. O cəhətdən də hədisin səhliyinə heç bir zərər vermir. Bu fəsil tamamladıq inşallah bu hədislərlə. Sonra müəllif gətirir növbəti fəsildə bəb məcə fi şeybi Rasulillahi sallallahu aleyhi ve sellem. Allah Nebisi sallallahu aleyhi ve sellemin ağ saçları haqqında nə varid olmuşdur? Müəllif bu fəsildə də Allah Nebisinin yenə saçlar haqqında danışacaq, saçlar və saqqalda olan ağ tüklər haqqında danışacaq. Bu fəsildə Allah Nebisi sallallahu aleyhi ve sellemin yaradılış xüsusiyyətlərinə aid olan fəsildir və ona görə də bu fəsildə məhz ağ saçlarından danışacaq. Müəllif ilk olaraq gətirir ki, Allah Nebisi sallallahu aleyhi ve sellem'den Enes bin Malik rivayet edir ki, Allah Nebisi sallallahu aleyhi ve sellem lem yaxtabi Rasulillah inneme kânel beyad fi anfaqatihi ve fi sudgayni ve fi ra'sin nabığı. Deyir ki, Allah Nebisi sallallahu aleyhi ve sellem saçlarını heç vaxt boyamazdı. Yəni heç vaxt Allah Nebisi sallallahu aleyhi ve sellem saçlarını boyamayıb. Niyə görə? Çünki ehtiyac olmayıb buna. Çünki Allah Resulü saçında ağ tüklər yox idi demək olar ki. Az dərəcə sayda idi, o haqda gələcək fəsildə. Oradakı saçının böğürlərində, gizgah tərəflərində və bir də saqqalında dodaqla çənə hissəsində olan yerlərdə idi. Ümumi sayı təqribən 20-dən aşağı idi və 20-dən keçməmişdi.
Müəllif bu fəsildə ilk 37-ci hədisi gətirir. Hədisi Ənəs ibn Məlik rivayət edir. Buyurur ki, həl Qatad edir ki, mən Ənəsdən soruşdum ki, həl xadəbə Rasulullah sallallahu əleyhi və səlləm. Allah nəbisi saçını boyamışdımı? O da dedi ki, ləm yabluğ zəlikə innəmə kənə şeybən fi sudğayhi. Velakin Əbu Bakır xadəbə bil hənə vəl kətəm. Və Ənəs ibn Məlik Qatadiyə deyir ki, tabiinlərdən ona Qatadiyə deyir ki, Allah nəbisi saçını heç vaxt boyamamışdı. Çünki buna ehtiyacı yox idi. Saçında ağ tüklər yox idi. Və lakin Əbu Bakır saçını həna, yəni xına və kətimdən boyamışdır. Yəni bu hədisdə Ənəs bin Məlikin deməsi ki, Allah nəbisi heç vaxt saçını boyamamışdır. Hədis dəlalət edir ki, Allah nəbisi sallallahu əleyhi və səlləm saçında ağ tüklərin sayı olduqca az idi və buna boyamağa da heç vaxt ehtiyac yox idi. Olan hissə də fi sudğayhi. Sudğ nədir? Yəni saçın böyür tərəfləridir, başın böyür hissələridir, yan hissələridir. Yəni buna gicgah tərəflər deyilir. Bir də Allah nəbisi sallallahu əleyhi və səlləm saqqalında dolaqla çənə arasında olan yerdə ağ tüklər vardı. Ümumi sayı başına qadın ağ tüklərin ümumi sayı 14, bəzi rivayətlər 14 gəlib, bəzi rivayətlər 20-yə yaxın gəlib. Lakin Əbu Bakır radiyallahu anhu saçını xına və kətimdən boyayardı. Xına və kətim nədir? Kətim xınaya qatılan o da bir bitkidir. Xınaya qatılır və xınanın rəngini qaraya yaxın rəngə çevirir. Ona görə yəni saça təmiz qara rəng qoymaq icazəli deyil. Hədisdə nəhi gəlib, inşallah fəsildə gələcək qarşımızda inşallah. Lakin icazəlidir ki, xına və kətimdən boyamaq. Xına qırmızı rəngdir və kətimli isə o rəngi biraz tündləşdirir və qaraldır. Sonra müəllif 38-ci hədisi gətirir bu fəsildə. Ənəs buyurur ki, mə adəttu fi rəsi Rasulillahi sallallahu aleyhi və səlləm və lihiyyətihi illə arba aşrata şəratan beyda. Mən deyir Allah Rasulunun saçında və saqqalında 14 dənə ağ tük saydım deyir. 14 dənə. Bu hədis ona dəlalət edir ki, hədis Buxari Müslimdən rivayət edir. Bu hədis həmçinin İmam Əhməd, daha doğrusu Buxari Müslim rivayətində də eyni bu ləfsdən gedir. Bu hədis İmam Əhməd Müslimdə keçir. Bu hədis dəlalət edir ki, Allah nəbisi sallallahu əleyhi və səlləm saç və saqqalında ümumi sayı olan 14 dənə ağ tük vardı. Və o cəhətdən də ehtiyac olunurdu saçını boyamağa. Sonra müəllif 39-cu hədis gətirir bu fəsildən. Deyir ki, kənə İzə dəhənə rəsahu ləm yura minhu şeybun və izə ləm yədhən rü'yə minhu. Cəbir ibn Səmura deyir ki, Allah nəbisi sallallahu əleyhi və səlləmin ağ tüklər haqqında soruşurlar. O da deyir ki, əgər saçına yağ vursaydı, saçına və saqqalına, o ağ tüklər görünmürdü. Yağ vurmadığı zaman isə görünürdü. Çünki saçına və saqqalını yağladığı zaman Allah Rasulü elə halda o ağ saçlar görünmürdü, yəni itirdi. Bilinmirdi saçlar. Və saçını yağlamadığı zaman o ağ tüklər saçında görsənirdi. Bu hədis də dəlalət edir ki, Ənəs bin Məlik hədisi kimi Allah nəbisi sallallahu əleyhi və səlləm saç və saqqalındakı tükün sayı olduqca az idi. Yəni ədədlə sayılacaq qədər, yəni 14 ədəd deyirsə Ənəs bin Məlik, başqa rivayətdə 20 dənə ədəd deyir, başqa səhabə. Sonra müəllif bu hədis fəsildə 40-cı hədisi gətirir. Abdullah ibn Umar deyir ki, İnnəmə kənə şeybə Rasulillahi sallallahu əleyhi və səlləm nəhvə min 20 şəratan beyda. İbn Umar deyir ki, Allah nəbisinin saçında 20-yə yaxın ağ tük vardı. Təqribən 20-yə yaxın ağ tük vardı. Bu da həmçinin digər hədislə üst-üstə düşür rivayətlər. Ona görə Allah nəbisi sallallahu əleyhi və səlləm saçında və saqqalında 20-dən yuxarı deyildi ağ tükün sayı. Sonra müəllif bu fəsildə 41-ci hədisi gətirir. Bu ən məşhur rivayətlərdən biridir və çox təsirli hədisdir. İbn Abbas radiyallahu anh buyurur ki, Əbu Bakır bir gün radiyallahu anh Allah Rasuluna dedi ki, ey Allah Rasulü, saçlarını ağarıb, saçlarını dən düşüb artıq. Allah Rasulü buyurdu ki, şeyyəbətni hudun vəl-vaqiyə vəl-mursələt və əmmə yətəsərun və idə şəmsu kubirat. Bəlidir, saçlarımı deyir Hud, Vaqiyə surəsi, Mursələt və Nəbə surəsi və Təkvir surəsi saçlarımı ağartdı. Bu hədisin isnadında biraz ixtilaflar var, lakin bunun kimi başqa səhih rivayətlər var. Allah nəbisi sallallahu əleyhi və səlləm buyurur ki, Şeyx Albani səhihləşdirib, şeyyəbətni Hud və axavatuha. Hud və onun bacıları, yəni Huddan sonra gələn hansı ki qiyamət əlamətlərindən bəhs edən surələr ki var, onlar deyir mənimdir, saçımı və saqqalımı ağartdılar.
Və eləcə də Buxari və Müslimin rivayətində, Sahiheyni keçən hədisdə sahabə deyir ki, Ənəs ibn Məlik deyir ki, Allah Nebisi sallallahu əleyhi və səlləm vəfat etdiyi günə qədər onun saçında və saqqalında 20-dən yuxarı ağ tük yox idi. Ona görə o surələr ki, hansı ki özündə qiyamətin əlamətlərini əks etdirir və qiyamətin dəhşətini əks etdirir və o surələrin səbəbi ilə deyir, saçım ağardı. Çünki saçın ağarması bəzən dünyavi problemlərdən də ola bilir və ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm bunu Əbu Bəkrə bəyan etdi ki, yəni saçımın ağarması dünyaya görə deyil, axirətə görə və qiyamətin o dəhşətini özündə əks etdirən surələri oxumaqdan, onları düşünməkdən, tədəbbür etməkdən saçımın saqqalının ağarmasını bəyan edir Allah Resulü sallallahu əleyhi və səlləm. Həmçinin digər rivayətdə keçir ki, Allah Resulü sallallahu əleyhi və səlləm saçının ağarmasına səbəb olan Təkvir surəsi, İnfitar surəsi, həm də İnşiqaq surələri olub və Hud surəsi həmçinin də. Əş-şeyb yəsirulləzi vücdə fi şa'rihi sallallahu əleyhi və səlləm yekun itibən bi umur dünya. Və müəllif də deyir ki, Şeyx Abdurrazaq Hüseynullah deyir ki, Allah Nebisi sallallahu əleyhi və səlləmin saçında və saqqalında olan ağ tük dünya işlərinə görə deyildi. Ağarması dünya işlərinə görə deyil, əksinə bunun axirətlə bağlı, qiyamətlə bağlı məsələlərə görə idi ki, saçına saqqalına dönüşmüşdü. Və bu hədislər bizə bəyan edir ki, Quran-ı Kərimin əzəmətli təsiri var və insan tədəbbür etdikcə çox faydalar var insana. İnsan mənalarını fəhm etdikcə, mənaların dəlalət etdiyini fəhm etdikcə, insan tədəbbür etdikcə insana böyük təsirlər hasıl olur, böyük təsirlər olur insanın fəhminə, tədəbbürünə, qəlbinə, həmçinin də dünya və axirətinə. Ona görə kim Quran-ı Kərimi haqqını tədəbbür edərsə, axirətə bağlılığı artar və Qurana çox diqqət göstərərsin. Axirətə bağlılığı artar. Və təbii ki, insan bacardığı qədər çalışmalıdır ki, Quran-ı Kərimi çox oxusun və çox tədəbbür etsin. Və ona görə həmçinin də Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin məşhur dualarından idi. Deyərdi ki, Allahumma la təcəl dünya akbar həmminə. Allahım, dünyanı bizim ən böyük dərdimiz eləmə. Dünyanı bizim ən böyük dərdimiz etmə. Və bu da onu göstərir ki, insan dünyaya çox bağlanmamalıdır. Dünyadan ehtiyacı olan şey götürməlidir. Həmçinin də bəzi insanlar var ki, dünyaya olan bağlılıqları onlara axirətini unutdurur və bu da çox təhlükəli haldır. Və həmçinin buradan hədisdən faydalandıq ki, istifadə etdik ki, Quran-ı Kərim qəlbin həkimidir və insanın nəfsinin şəfsidir və insan halını islah edən bir kitabdır Quran-ı Kərim. Ona görə kim ona diqqət göstərərsə və tədəbbür edərsə, onun mənalarını fəhm edərsə, onun Allahla olan bağlılığı artar və axirət gününə çox diqqət göstərər və axirət üçün hazırlaşar və ölümdən sonraki həyat üçün azqə toplayar. Ona görə Allah Nebisi sallallahu əleyhi və səlləmə nazil olan ən sonuncu ayələrdən biri də bu idi ki, "Vattaqu yawman turcaun fihi ilallah." Allahın huzuruna qaytarılacağınız gündən qorxun. Ona görə kim Quran-ı Kərimi haqqı ilə tədəbbür edərsə, onun qəlbinə təqva əkilər. Təqva qəlbini bürüyər və axirət üçün azqə toplayar, axirət üçün hazırlaşar və dünya işləri onu məhv etməz, həlak etməz. Dərdi, qəmi dünya işləri olmaz. Və sonra müəllif bu fəsildə 43-cü rivayəti gətirir. 43-cü rivayət də düzəli zəifdir bu rivayətdə, lakin oxumaq məcburiyyətindəyik. Sahabə buyurur ki, Əteytun Nəbiyyə sallallahu əleyhi və səlləm və mə'iyyə ibnun li və qalə və urituhu fəqultu ləmmə rəituhu həzən Nəbiyyullah və aleyhi thawbani əxtarani və ləhu şərun qad aləhu şeyb və şeybuhu əhmər. Yəni bu hədis zəifdir, bəli. Hədisdə bir sahabə deyir ki, Allah Nəbisinin yanına gəldim və yanımda oğlum vardı və Allah Nəbisinin saçının saqqalının ağappaq olduğunu gördüm. Yəni hədis zəifdir, səhih hədislərə müxalifdir. Neysə, bunun üstündən keçirik. Sonra 44-cü hədisi oxuyuruq. Cəbir ibn Səmura deyir ki, Kana fi ra'si Rasulillahi sallallahu aleyhi ve sellem şeybun. Qale lem yekun fi ra'sihi Rasulillah şeybun illa şa'ratun fi mufraqi ra'sihi ve idha dehana vara'ahunna ad-duhun. Buyurur ki Cəbir ibn Səmura, Allah Nebisi sallallahu aleyhi ve sellem saçında və saqqalında ağ tüklər vardı. Və lakin o ağ tüklər çox değildi. Saçının yəni kənarlarında, yanlarında idi və bir də saqqalında dodaqla çənə arasında olan yerdə idi. Və yağ vurduğu zaman isə onlar görünməzdi. Sanki görünmürdü.
Müəllif bu son fəsli e, Cəbr ibn Samran rivayəti ilə tamamlayır bu fəslin sonunu və bu hədisi ona görə gətirir ki, müəllif, yəni Allah nəbisi sallallahu əleyhi və səlləm saçında və saqqalında ağ tüklərin sayı təqribən 20-yə yaxın idi və saçına və saqqalına yağ vurduğu zaman o tüklər görsənməzdi, görünmürdü. Sonra müəllif bu hədisdən çıxan faydalardan gətirir ki, Allah nəbisi sallallahu əleyhi və səlləm hədis dəlalət edir ki, saçını həmişə örtməzdi. Çünki həmişə saçını örtsəydi, şimaqla, örtü ilə, yəni örtsəydi, sahabələr onun saçındakı tükü görməzdilər. Bu dəlalət edir ki, əgər sahabələr, bir neçə sahabə bu Allah nəbisini sallallahu əleyhi və səlləm saçının yanlarında ağ tükün olmasını görübdüsə, rivayət edirsə, deməli saçı hərdən açıq olardı Allah nəbisi sallallahu əleyhi və səlləmin. Eləcə də həmçinin dəstəmaz alan zaman vacib olur ki, insan saçını atsın və şimağı çıxarsın saçından və məhz çəksin. Və həmçinin də həcdə və ehramda saçı örtmək icazəli deyil. Ehramda olduğu zaman görsənir ki, Allah Rəsulü sallallahu əleyhi və səlləm yaxından görərdilər, hətta o qədər saçın ədədinin sayına qədər sayardılar sahabələr. Həmçinin də buradan çıxan faydalardan da ağ tük insana bir növ xəbərdarlıqdır, ölümün yaxınlaşmasının xəbərdarlığıdır. Artıq ona görə həmçinin də xoş oysa halına ki, onun saçı və saqqalı İslamda ağarır. İslamda olduğu halda saçına və saqqalına ağdən düşür. Və həmçinin də ağ tüklərin insanın artıq saçında və saqqalında meydana gəlməsi o insan üçün yəni bir növ tənbih olmalıdır, hazırlaşmalıdır. Axirətə daha çox əməl etməyə çalışmalıdır. Çünki ağ tük insana ölümün gəlməsini xəbərdarlıq edən bir əlamətdir. İnşallah bundan kifayətlənirik. Növbəti dərsimiz olacaq. Allah Rəsulü sallallahu əleyhi və səlləm saçının boyaması haqqında nə var olmuşdur. Subhanakallah və bihamdik. Əşhədu an la ilahe illə əntə, əstəğfiruka və etûbü ileyk.